Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Aray Karutunyan, Arkadi Qukasyan, Bako Sakyan və digərlərinin barələrində Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmündən verilən apellyasiya şikayətləri üzrə açıq keçirilən məhkəmə baxışının növbəti iclasında hakim Elmar Rəhimov bildirdi ki, təqsirləndirilən David İşxanyanın iclas protokolları ilə tanışdıqdan sonra yazdığı qeydləri tərcümə olunaraq məhkəməyə və proses iştirakçılarına təqdim edilib. Qeydlərlə bağlı ittiham tərəfinin mövqeyini bildirən Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Abbas Abbaslı məhkəmədən qanunvericiliyin tələbinə uyğun qərar qəbul olunmasını xahiş etdi. Zərərçəkmişlərin nümayəndələri də ittiham tərəfi ilə eyni mövqedə olduqlarını bildirdilər. Məhkəmə kollegiyası müvafiq qərar qəbul etmək üçün müşavirəyə getdi. Müşavirədən sonra Elmar Rəhimov qərarı elan edərək bildirdi ki, məhkəmə kollegiyası müzakirələrdən sonra sözügedən qeydlərin təsdiqlənməsi və iş materiallarına əlavə olunması qənaətinə gəlib. Eyni zamanda məhkəmə kollegiyası proses iştirakçılarının diqqətinə çatdırır ki, məhkəmə iclası əvvəlcədən bəlli və elan olunduğu kimi audio və video yazı ilə həyata keçirilir. Audio yazı nəticəsində əldə olunan məlumatlar məhkəmə iclas protokoluna əlavə edilir. Həmin protokola əlavə olunan məzmun məhkəmə iclasının stenoqramı deyil və işin mahiyyətinə aid məsələləri əhatə eləyir. Bilavasitə mübahisə üzrə səsləndirilən hallar, işin həllinə yönəlmiş dəlillər məhkəmə iclas protokolunda əksini tapır. Digər məzmunlu fikirlərin məhkəmə iclas protokoluna əlavə edilməsi protokolun əsassız zənginləşdirilməsinə səbəb olur. Bu baxımdan məhkəmə protokollarında iclasın məzmunu baxımından hansısa uyğunsuzluq yoxdur. Mahiyyət etibarilə qeydlərdə göstərilən xüsusatlar məhkəmə iclas protokolunda əksini tapıb. Amma buna baxmayaraq məhkəmə bir daha müdafiə tərəfinin mövqeyini nəzərə alaraq sözügedən qeydlərin iş materiallarına əlavə edilməsini qanunuyğun sayır. Sonra iclas müdafiə tərəfinin apellyasiya şikayətlərinin əsaslandırılması üzrə çıxışlarının icrası ilə davam etdi. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi, hakimlər Emin Mehdiyev və Mehriban Qarayevadan ibarət tərkibdə keçirilən iclas məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tədqiq olunmadan aparılır. Barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslər bildikləri erməni və rus dillərində tərcüməçi, habelə hüquqlarının müdafiəsi məqsədi ilə hər biri dövlət hesabına 2 vəkillə təmin ediliblər. Zərər çəkmiş şəxslərin hüquqlarını isə nümayəndələri müdafiə edirlər. Təqsirləndirilən David İşxanyan apellyasiya şikayəti üzrə çıxışını davam etdirdi. Məhkəmədə təqsirləndirilən şəxslərə və onların müdafiəçilərinə çıxışlarını təqdim etmələri, habelə apellyasiya şikayətlərində irəli sürülən dəlilləri əsaslandırmaları üçün vaxt məhdudiyyəti qoyulmadan kifayət qədər sərbəst imkan yaradılıb. Ardınca David Babayanın vəkili çıxışında müdafiə etdiyi təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. David Babayan isə apellyasiya şikayəti ilə özünün müraciət etdiyini dedi. O çıxışını məhkəmənin növbəti iclasında davam etdirəcək. İclasda David İşxanyan məhkəməyə növbəti bir vəsatət təqdim etdi. Vəsatət erməni dilində yazıldığından iclasa sədrlik edən hakim dedi ki, Azərbaycan dilinə tərcümə edildikdən sonra növbəti iclaslarda müzakirə olunacaq. Məhkəmənin növbəti iclası iyulun 7-sində keçiriləcək. Qeyd edək ki, təqsirləndirilən Lyova Mnasakanyan, Aray Karutunyan, David Manukyan, David İşxanyan və David Babayan Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər isə müvafiq olaraq 15 ildən 20 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.